Dənə xəstəmdə, çox yaxşı xəstəmdə öddaşı xəstəliyindir. Görün, bax bu cür öddaşın çıxartmaq. Yəni düzdür, bu əməliyyata vermişəm, əməliyyatla çıxarılıb. Hər adamın işi deyil. Mən bunu bizim böyük bir professorumuza vermişəm, professor çıxardır. Tək daşı çıxartmaq asandır. Tək daş laparoskopiya ilə də çıxarılır, rast çıxarılır. Amma bu cür daşlar həkimlər də bilir, qaçır hara? Deməli, öd axarlarına, öd axarlarında qaçında verir pankreatit. Hansı pankreatit, nekrotik pankreatit və xəstə dünyasını dəyişir. Bu cür daşı çıxardan professoruma mən təşəkkürümü bildirirəm və bu cür daşla xəstəni mən burada 10 gün müalicə etdim, pristupu sakitləşdirdim, xəstəni normal şəkildə verdim əməliyyata. Normal şəkildə. Bu daşlara da yenə baxarsın, öddən tökülən daşlardır. Bunlar öddən tökülən daşlardır. Çox yaxından çəkin. Bu cür daşı çıxardan professora dünya qədər təşəkkür bildirirəm. Özümə təşəkkür edirəm ona görə ki, bu xəstəni, pristupu mən bu Yovşan klinikasında mən onu ambulator müalicə aldım. Xəstədə sakitlik, baxın, kariyer idi. Bu bir dənə olanda, 2 dənə olanda, böyük bir daş olanda qorxusu yoxdur. Amma bunları götürmək hər həkimin işi deyil.